Keçən dəfə də seansda danışdıq. Çox qəribə bir yuxu görmüşəm. Yay vaxtı Amsterdama getmişəm. Baxıram ki, qar yağır. Palto geyinib, insanların içində nazik geyimdə qalmışam. Sonra bir kanal var. Cəmaət körpüdən kanala tullanır. Fikirləşirəm ki, görək yay gələn kimi sıraca istifadə edirlər. Portuqaliya Hollandiya maçını izləyirlər. Portuqaliya 5-1 udur. Sonra gəlirəm oteldə, evdə bilmirəm ki, ən yuxarıncı mərtəbədəyəm. Tualet balkondadır. Başqa bir şey görürəm ki, bir xəstə ölümcül vəziyyətdədir. Bir nəfər ona serum taxmağa çalışır. Hamımız da onun üçün narahatıq. Belə də oyanıram deyəsən. Yuxudan duranda ilk hissiyatınız qorxu, təlaş hissiyatı var idi deyirsiniz. Yuxularımız bastırılmış qorxu və arzularımızın simvolik təsviridir. Amma bunlar şuuraltı arzular olduğu üçün və ya da qorxular olduğu üçün sizin bundan çox vaxt xəbəriniz olmur, ancaq hissiyatını hiss edirsiniz. Ona görə biz yuxuları çox önəmsəyirik, çünki yuxular şuuraltına gedən bir yoldur. Yuxunuzda çox maraqlı bir neçə şeyi sizinlə paylaşmaq istəyirəm, burada qeydiyyatlar apardım. Nazik geyim və qış şəraiti, bu ətrafdakı insanlardan fərqlisiniz və insanlar sizə baxır. Bu biraz daha sizin bir müdafiəsizlik hissinizi göstərir. Cəmiyyətin gözləntilərinə uyğun gəlmirsiniz kimi hiss edir ola bilərsiniz. İnsanların qəribə baxması biraz da günahkarlıq duyğusudur. Ego cəmiyyətin qarşısında sanki bir təzyiq hissi altındadır. Kanal və insanların suya atılması, bu Freud'a görə su insanın şuuraltı istəklərinin və emosiyalarının simvoludur. İnsanların burada suya atılması sanki sizin cinsel və emosional arzularınızın sərbəst buraxılması istəyidir. Suya tullanmaq bir həzz axtarışı və sərhədsiz ehtirasın yuxudakı simvolikasıdır. Balkonda tualet çox maraqlı səhnə yuxunuzda. Tualet şəxsi və intim ehtiyacların bir simvoludur və bunun balkonda olması sanki bütün insanların göz önündə açıqlıqda olması, şəxsi həyatınızın ifşa olunması hissiyatı, gizliyinin pozulması kimi bir qorxunuzu təmsil edir. Kulminasiya nöqtəsində gəlirsiniz, bir xəstə var, ölüm ayağındadır və ona serumla müdaxilə edilir. Burada serumla müdaxilə əslində bir kontrolu geri qaytarma istəyidir. Sizdə ümumi baxdığımızda kontrolun itkisi, daxili qorxuların və təzyiqlərin artması vəziyyəti var. Emosional təzyiq, superegonun özünü təhlükə altında hiss eləməsi və bu siqnalları egoya verilməsi, egonun isə şuuraltı və superego dediyimiz iki mexanizm arasında sıxışaraq qalması kimi sizdə bir dəyişiklik öncəsi böhran vəziyyətinə işarət edir.